Axşamınız xeyir olsun dəyərli izləyicilər. Bir xəbəri diqqətinizə çatdırıram. Zəhmət olmasa burada üstəgəl işarəsi var. Bir dəfə vurmaqla kanalımıza abunə olun. Azərbaycanın Litvadakı səfirliyinin əməkdaşları qəzaya düşüb. Məlumata görə Passat markalı diplomatik avtomobil Vilnius sakininə məxsus avtomobilə çırpılıb. Bildirilir ki, səfirliyin avtomobili işıqforun qırmızı işığında kəsişməyə daxil olaraq Polo markalı maşınla toqquşub. Onun sürücüsü qeyd edib ki, səfirlik əməkdaşları ondan polisə zəng etməməyini xahiş ediblər. Lakin o buna əhəmiyyət verməyib və polisə qəza barədə məlumat verib. Şahidlərin sözlərinə görə diplomatik avtomobildə biri qadın olmaqla 4 nəfər olub. Özünü səfirliyin sürücüsü kimi təqdim edən şəxsin qanında alkotest zamanı 1,4 promillə spirt çıxdığı qeyd edilib. Demək, dəyərli izləyicilər, Litva qanunlarına görə qəza ağır nəticələrə səbəb olmayıbsa, sürücü bu halda inzibati məsuliyyətə cəlb olunur. Qeyd edilib ki, bunun ardınca isə həmin şəxslərdən digəri avtomobili özünün idarə etdiyini iddia edib. Qeyd edilib ki, diplomatik toxunulmazlığını əsas gətirərək spirt testindən keçməkdən boyun qaçırıb. Şəhər polisi bildirib ki, hələ də Passatı kimin idarə etdiyini müəyyənləşdirə bilməyib.